İrəvana gələn dövlət katibi Marco Rubio'nun erməni həmkarı Ararat Mirzoyanla görüşündə ABŞ Ermənistan hərtərəfli strateji tərəfdaşlıq xartiyası və mineralların hasilatı və emalı sahəsində çərçivə memorandumu imzalandı. Həmçinin TRIP layihəsi üzrə əməkdaşlıq haqqında çərçivə sazişini parafladılar. Bu, ABŞ-nin Azərbaycanla olduğu kimi Ermənistanla da münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməsi deməkdir və Vaşinqtonun regional planı fonunda məntiqi nəticə hesab oluna bilər. Əsas məqam Rubio'nun İrəvana niyə indi seçkilərə sayılı günlər qalmış gəlməsi və sənədlərin seçkidən əvvəl imzalanmasıdır. Burada iki mümkün hədəf görünür. Birincisi, Rubio'nun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb. Dövlət katibi İrəvanda Mirzoyana xitabən, siz, baş nazir və bütün komandası Ermənistan üçün daha parlaq, daha müstəqil bir gələcəyin yolunu açırsınız. Bu vizyonu dəstəklədiyimizi bildirməkdən məmnunam sözləri ilə bunu açıq şəkildə ifadə etdi. Bu kontekstdə ABŞ Ermənistan sənədlərinin indi imzalanması da hesablanmış gedişdir. Bu sazişlərlə Paşinyan komandasının yanında olduğunu göstərən ABŞ, Vaşinqton-İrəvan münasibətlərinin gələcəyinin də mövcud hakimiyyətin seçilməsindən asılı olduğu mesajını verir. Seçki prosesinə müdaxilə edən tərəfdarlara xəbərdarlıq edir. Bu, təkcə anti-Paşinyan müdaxiləsinə cəhd edən Rusiyaya yox, hakimiyyəti dəstəkləyən Avropa İttifaqına da ünvanlanıb. Trumpın administrasiyasının Brüsselə geosiyasi uzaqlaşması fonunda Ermənistan ümumilikdə Cənubi Qafqazda ABŞ-Avropa İttifaqı təsir mübarizəsinin meydançalarından biridir və Vaşinqton seçkidən sonra Paşinyanı dəstəkləyən Brüsselin onun maraqlarının önünə keçməsini istəmir. İkincisi, ABŞ Ermənistan seçkilərində mümkün hakimiyyət dəyişikliyi ssenarisində özünü sığortalayır. Sazişlərin seçkiyə sayılı günlər qalmış imzalanması 7 iyundan sonra yeni hakimiyyət gələcəyi tədbirdə Ermənistandakı layihələrini davam etdirmək və təsir imkanlarına yarana biləcək riskləri azaltmaq gedişidir. ABŞ Ermənistanla münasibətlərdə TRIP layihəsinin icrasına xüsusi diqqət ayırır. Bu layihə Vaşinqton üçün təkcə Cənubi Qafqazda dayaqlarını gücləndirmək yox, orta dəhlizdə praktiki mövcudluq qazanmaq, Avrasiyanın nəqliyyat şəbəkəsində strateji paya sahib olmaq və Çinlə qlobal rəqabətdə üstünlük əldə etmək deməkdir. Bu baxımdan Trump administrasiyası 7 iyundan sonra baş verə biləcək bütün mümkün ssenarilərdə layihənin davam etməsində maraqlıdır.